Bismillah və salatu və selamu ala Rasulillah və ala alihi və ashabi əcməin, əmmə ba'd. İbn Baz rəhməhullahın fətvalarından faydalar dərsimiz davam edir. Növbəti sual belədir ki, İbn Baz rəhməhullahdan soruşurlar ki, Səmi'nə mən yəqul yukrahu məshul cəbhəti anit turab ba'das salah fəhəl lihədə asıl. Şeyxdən soruşurlar ki, eşitmişik ki, belə deyən var, namazdan sonra adam alnını, qaşını neynə bilər? Təmizləyə bilməz, əlini çəkə bilməz, qaşını silə bilməz. Deyir, bunun dində əsli var. Yəni, namaz qıldıqda adamın bəzən alnına görürsən, toz yapışır, torpaq yapışır, nə bilim, nəsə olur. Deyir, namazdan sonra eşitmişik ki, bunu silmək olmaz. Deyir, bunun əsli var. Şeyx Rəhməllah deyir ki, leysə ləhu aslun fīmə na'ləm. Bildiyimizə görə bunun əsli yoxdur. Bizim bildiyimizə görə belə bir şeyin əsli yoxdur. Yəni, belə bir şeyin dində olduğunu deyir, bilmirəm. Baxın, alimlərin ədəbi fətvalarından üzə çıxır. Alimlərin ədəbi fətvalarından üzə çıxır. Məsələn, bir var deyək ki, bu şey yoxdur. Bir var deyək ki, bunun ədəbdəndir ki, deyək ki, yəni mən bilmirəm. Fərq var, bir var deyirsən ki, bu şey yoxdur, bir var deyirsən ki, mən bu şeyi bilmirəm. Hətta o şey yoxdur olsa belə, baxsan ki, şeyxin ədəbindəndir ki, deyir, mən bildiyimə görə bunun əsli yoxdur. Və innəmə yukrahu fi'lu zəlikə qabləs-sələm. Deyir, lakin insan alnını təmizləməsi salamdan qabaq deyir, bəyənilmir, məkruhdur. Yəni, namaz əsnasındasansa, qaşını, alnını təmizləmək, deyir, bu bəyənilmir, məkruhdur. Necə ki, Peyğəmbər deyir, لِأَنَّهُ ثَبَتَ عَنِ النَّبِيِّ صَلَى اللّٰهِ سَلَّمْ فِي بَعْضِ صَلَوَاتِهِ أَنَّهُ سَلَّمَ مِنْ صَلَاةِ الصُّبْحِ فِي لَيْلَةٍ مَطِيرَةٍ وَيُرَى عَلَى وَجْهِهِ أَثَرُ الْمَاءِ وَالطِّينِ فَدَلَّ ذَلِكَ عَلَى أَنَّ الْأَفْضَلَ Ədəmu məshihi qabləl fəraqi minəs-salah. Deyir, necə ki, Peyğəmbər s.ə.v-lə sabit olubdur ki, bəzi namazlarında salam verir, xüsusən də sübh namazında, yağış yağmış bir gündə Peyğəmbər s.ə.v sübh namazında salam verir və insanlar tərəfə dönür və Peyğəmbərin alnında suyun və palçığın izi olur. Deyir, bu onu göstərir ki, salamdan qabaq bunu təmizləmək bəyənilmir. Yəni, bunu salamdan sonra təmizləmək daha əfzəldir. Çünki əgər icazəli olsaydı, deyir Şeyx Rəhməllah, Peyğəmbər s.ə.v namazdakən bunu təmizləyərdi alnını. Lakin təmizləməməsi, salamdan sonra Peyğəmbər s.ə.v-in alnında bu şeyin görünməsi onu göstərir ki, əfzəldir ki, namaz əsnasında insan yəni ki, alnını təmizləməyə. Allah-u aləm, möhtərəm qardaşlar, bəlkə də buna təbii ki, Peyğəmbərdən sabit olan hər şeyə iman gətiririk. Həqiqi hikməti bilsək də, bilməsək də, çünki Peyğəmbərdən sabit olan hər şeydə hikmət var. Lakin burada Allah-u aləm, hikmət əsas odur ki, bunu təmizləməməkdə, hətta namazda çox hərəkət meydana gəlməsin deyə. Yəni, hər rəkətdə 2 dənə səcdə var. 4 rəkətli namazda neçə dəfə səcdə var? 8 dəfə səcdə var. Yəni, hər səcdədə alnını təmizlə, hər səcdədən sonra alnını təmizlə. İnsanın işi, gücü nə ilə olur? Alnını təmizləməklə. Bu, həm özünü yayındırır, həm də ətrafında olanları yayındırır. Bu da xuşuya mane olur. Nə olur? Xuşuya mane olur. Namazda da xuşu ilə namaz qılmaq ən mühüm, ən böyük əməllərdəndir. Yəni, ən böyük tələb olunan şeylərdəndir ki, insan xuşu ilə namaz qılsın. Xuşu ilə namaz qılsın. Yəni, insan Allahın qabağında durduğunu hiss eləsin, Allahdan qorxaraq namaz qılsın. Adicə baxın, tutaq ki, sən hərəkət eləmirsən. Amma böyründəki adam daima hərəkət eləyir. Gəl köynəyinin düyməsini bağlayır, gəl açır, gəl başını qaşıyır, gəl belini qaşıyır. Nə bilim, bəzən də telefonu çıxardır, mesaj göndərir, nə bilim, və yaxud telefonu çıxardır,
səssizdən səsliyə qoyur, səssizdən səsliyə qoyur və yaxud da telefonu çıxardır, söndürür, sonra birazdan sonra çıxardır, yandırır. Bunlar hamısı olmayan əməllərdir bunlar. Hətta sən bunu eləməsən belə, bu hərəkətlərdən hər hansı birini sənin yanındakı adam eləsə, istər-istəməz sən xuşun dağılır. İstər-istəməz sən fikrini dağıtır, özünü tarazlaya bilmirsən. Ona görə madəm ki belədir, onda o zaman alanını təmizləmək isə bu da həmin babdandır. İxlasla.com saytı tərəfindən təqdim olundu.